Doktor Zəvur Bağırov 2003-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almışdır. 2009-2010-cu ildə internat uranı Kocaeli şəhərində cərrahiyyə şöbəsində başa vurmuşdur. O həmçinin 2013-2017-ci illərdə Türkiyə Respublikasının Kocaeli Universiteti Tibb Fakültəsi Elmi Tədqiqat Xəstəxanasında urologiya ixtisası üzrə ixtisasartırma kursunu müvəffəqiyyətlə keçmişdir. 2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində şöbə rəisi və Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Cərrahiyyə şöbəsində əvəzçiliklə həkim cərrah vəzifəsində çalışmışdı. 2017-ci ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Urologiya şöbəsində həkim urolog vəzifəsində çalışıb. Qısa zaman sonra isə həmin xəstəxanada Urologiya şöbəsinin müdiri vəzifəsində işləməyə başlayıb. 2018-2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsində fəaliyyət göstərib. 2023-cü il tarixindən Bakı Sağlamlıq Mərkəzində uroloq cərrah kimi fəaliyyət göstərir.